Müstəqil Azərbaycanın hüquq mühafizə sistemi dövlətin sabitliyinin, ictimai asayişin və vətəndaş təhlükəsizliyinin əsas dayaqlarından biridir. Bu mühüm sahənin rəhbərlərindən biri olan Vilayət Eyvazov uzun illərdir daxili işlər orqanlarında peşəkar fəaliyyəti, qətiyyətli idarəçilik bacarığı və dövlətə sədaqəti ilə tanınır. Daxili işlər orqanlarında xidmət yalnız peşə deyil, həm də böyük məsuliyyət tələb edən müqəddəs bir vəzifədir. Cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması, insanların təhlükəsizliyinin təmin edilməsi, fövqəladə vəziyyətlərdə operativ tədbirlərin görülməsi polis əməkdaşlarının gündəlik fəaliyyətinin ayrılmaz hissəsidir. Bu sistemin uğurlu fəaliyyəti isə güclü rəhbərlik, düzgün strategiya və yüksək təşkilatçılıq tələb edir. Vilayət Eyvazov müxtəlif məsul vəzifələrdə çalışaraq zəngin təcrübə qazanmış, xidmət etdiyi bütün dövrlərdə peşəkarlığı ilə seçilmişdir. Onun rəhbərliyi dövründə daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, müasir texnologiyaların tətbiqi, polis əməkdaşlarının hazırlıq səviyyəsinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan polisi hər zaman dövlətçiliyin keşiyində dayanaraq qanunun aliliyini təmin etməyə çalışır. Bugün ölkədə ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, kibercinayətkarlığa qarşı mübarizə və yol hərəkəti təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər daxili işlər orqanlarının sistemli fəaliyyətinin nəticəsidir. Vilayət Eyvazovun rəhbərliyi ilə polis əməkdaşlarının sosial təminatının yaxşılaşdırılması, peşə hazırlığının artırılması və müasir idarə etmə prinsiplərinin tətbiqi də diqqət mərkəzində saxlanılır. Dövlətə sədaqət, qanuna hörmət və xalqa xidmət prinsipləri onun fəaliyyətində əsas istiqamətlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən hüquq mühafizə siyasətinin icrasında Daxili İşlər Nazirliyinin üzərinə mühüm vəzifələr düşür. Bu vəzifələrin layiqincə yerinə yetirilməsi ölkədə sabitliyin və təhlükəsizliyin qorunmasına mühüm töhfə verir. Bugün Azərbaycan polisi vətəndaşların təhlükəsizliyi naminə gecə-gündüz xidmət göstərir. Minlərlə əməkdaş öz həyatını riskə ataraq insanların rahatlığını və dövlətin təhlükəsizliyini təmin edir. Bu xidmətin arxasında isə peşəkar idarəçilik, dəqiq koordinasiya və böyük məsuliyyət dayanır. Hörmətli vilayət müəllim, sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir. Möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Qoy həyat yolunuz daim uğurlarla zəngin olsun, Azərbaycan dövlətinə və xalqına xidmət missiyanızda yeni nailiyyətlər qazanasınız. Sizə möhkəm iradə, tükənməz enerji və gələcək fəaliyyətinizdə daim müvəffəqiyyət diləyirik. Ad gününüz mübarək.